Salam dəyərli dinləyicilər. Bu gün sizə çoxşaxəli istedada malik olan, akademik, idman və elmi sahədə böyük uğurları olan gənc bir istedaddan Məmmədov İbrahimdən danışacağıq. Kimdir Məmmədov İbrahim? Salam Şehnə xanım. Məmmədov İbrahim 17 yaşlı, gənc və öz işini peşəkar görən bir şagirddir. Evrika Liseyinin 11-ci sinif Cambridge bölməsində təhsil alıram. Çox gözəl. Bəs yaxşı İbrahim, bayaq qeyd etdin, mən də özüm ifadə edərkən bildirdim ki, İbrahim gənc və istedadlıdır. Bəs bu uğur qazanmağın sirri nədədir? Uğur qazanma sirri yeganədir ki, öz işini peşəkar görüb və disiplinli şəkildə etməkdir. Uğuru ancaq o şərtlə qazanmaq olar ki, öz planlı şəkildə bunu eləyirsən və uğuru məqsədi görə və məqsədə doğru gedirik. Bəli, məqsədə doğru. Aydındır. Gəl biraz sənin akademik uğurlarından danışaq. Başlayaq. Akademik uğurlarım istərdim başlayım Evrika Liseyindən ki, mən Preskoldan Evrika Liseyində təhsil alıram. Mən rus sektoru kimi başlamışdım. Amma 4-cü sinifdə ingilis sektoruna keçməyi düşündüm. Öz istəyin idi? Valideynlərim daha perspektiv gördülər ingilis sektorunda. Həm də mənim balaca qardaşım Çingiz, o da Evrika Liseyində oxuyur. O ingilis sektorunda olduğuna görə mən də istədilər ki, bir yerdə olaq. İlk uğurun nə oldu bəs? İlk uğurlarından biri mən düşünürəm ki, elə Evrikada oxumağın özü bir uğur idi ki, hansını ki, mən orada daha peşəkar yanaşmağa başladım. Mən uğurlarından istərdim başlayım 8-ci ya da 9-cu sinifdə olan sistem olimpiyadasından, hansının ki 44 ölkə arasında Fransada keçirilmiş sistem olimpiyadası var idi. Orada mən və qardaşım qızıl medal, bir də bürünc medal qazandıq. Nə gözəl. Biz qızıl medalı riyaziyyatdan və bürünc medalı science-dan qazanmışdıq. Azərbaycana ilk və qızıl medalların gətirilməsində bir rol oynadıq. Biz bununla çox fəxr edirik ki, biz həm Evrikada təhsil alıb bunu eləyə bildik, həm də özümüz də çox çalışdıq bu məqsədə çatdıq deyə. Belə başa düşdüm ki, ilk uğur qapılarını elə qızıl medalla açmısan. Bəli. Nə gözəl. Bəs davamı necə oldu? Davamı mən uğurlar nə qədər çoxaldıqca insan da o qədər də həvəslənir. Bəli, motivasiya olunur ki, daha da çox uğur qazanmağa. Mən ondan sonra Cambridge-ə yönlənmişdim research proqramına. Cambridge Universitetinin özündə təhsil alırdım. Orada researchumuz vardı 2 həftəlik kardiovaskular disease-ilə bağlı, ürək və damar xəstəliklərinə qarşı iskemiya və reperfusion var. Onunla bağlı biz researchumuz var idi. Thomas Craig adlı professorumuz var ki, hansının lecturelarında otururduq və axırda final presentation kimi bir çıxış elədik. Bizə transkriptlər və öz dəstəklərini göstərdilər orada. Bunlar hamısı onlayn olub, yoxsa hansı ölkədə keçirilib? Cambridge Universitetinin elə özünə getmişdim. Universitetin özündə elə 2 həftəlik researchum oldu. Burada ən böyük dəstəklərdən biri atam və anam olub. Hansılar ki, mənə çox dəstək olublar bu yolda. Bu yol məni Cambridge-ə göndərməkdə ən böyük məqsəd o idi ki, məni tibb fakültəsinə bir həvəs yaratmaqdır. Mən uşaqlıqda tibblə çox maraqlanmırdım düzü. Mən özüm atam kimi iqtisadiyyatla maraqlanırdım. Atam iqtisadiyyat professorudur. Mən də istəyirdim ki, iqtisadiyyatdan tibbə. Bəli. Özümüz riyaziyyat baxımından çox güclüyük. Biz də ona görə istədik ki, elə iqtisadiyyatla gedim. Amma fikirlərimiz döndü. Biz tibblə yönəldik tibbə və mənə motivasiya kimi istək yaransın tibbə. Tibbə görə istək yaranması üçün bəzi şeyləri ələ atdıq. Onlardan biri elə Cambridge idi, hansında ki mən həmin universitet həyatına öyrəşməyə başlamışdım. Orada mən digər international studentlar gördüm və daha da həvəsləndim tibbə, medicine majoruna, qoşulum. Bundan əlavə atamgil Leyla Şenskidə Oxford məktəbimlə bir yerdə
bir premed danışılmışdı. Biz orada açıq əməliyyatlara, tikişi öyrəndim. Ondan sonra birinci şeydir, yardım etmək, ilkin yardımı bəli etmək öyrəndim. Və orada tibbə çox maraq gəldi mənə. Və oradan da əlavə mən baş sağlamlıq mərkəzində 3 ay medbrat kimi də işlədim. Nə gözəl. Bizə burada Evrika liseyi də kömək oldu ki, bir şərait yaratdı ki, biz orada işləyə bildik. Bunlar dərs müddətindədir yoxsa yay müddətindədir? Bunlar yay müddətində olub. Demək ki, sən yayda da durmamısan, çalışmısan. Bu da uğurların bir hissəsidir. Bizdə də bizim atamız və anamız, valideynlərimiz həmişə bizə dəstək olublar və ən çox da dəstəyimiz əzmkarlığımızdan gəlib ki, onlar bizə uşaqlıqda motivasiya və disiplini öyrədiblər. Hansı ki, indiki zamanında bütün uşaqlara doğrudan da ehtiyacları var. Və mənim atamgil əsas da nə ediblər ki, bizi disiplini böyüdüblər ki, biz yay boyu belə, yəni hamı istirahət edən zaman biz dayanmadan məşq eləyirdik, dayanmadan dərs oxuyurduq. Biz bir dənə də olsa yayda istirahətə getməmişdik. Amma düşünürəm ki, belə bir nəticələrdən sonra böyük bir istirahət hədəfiniz olacaq. Hədəfə çatmaq üçün də əziyyət çəkmək lazımdır. Məncə bunu sevə-sevə etmisən. Az çox tanıyırıq səni. Sevə-sevə etmişəm deyəndə, yəni bütün əziyyətlər, yəni adam bunu sevmir. Əziyyəti heç kəs sevmir. Amma bu disiplinli beyninə oturandan sonra adam bunu özü istər-istəməz yəni edir. Aydındır. Bəs yaxşı, İbrahim, belə danışaq. Akademik uğur mu çətindir, yoxsa idmanda zirvəyə çatmaq mı? Çünki bildiyim qədərindən idmanda da yetəri qədər nailiyyətlərim var. Hansı daha çətindir? Mən hər iki tərəflə getmişəm deyə, mənə görə hər insanın özünün talantına uyğun bir seçim var. Çünki bəziləri var ki, talantı idmana yönəlib. Ona görə də onlarda uğur qazanmaq idman tərəfdən daha rahat olacaq. Bəziləri isə oxumaqla talantları superdir ki, hər müəllim dediyini, hər oxuduğu şeyləri çox yaxşı yadda saxlaya bilirlər. Akademik baxımdan çox uğurlu ola bilərlər. Onlar əsas elə bir insanlara əsas yolu düz seçməkdir. Orada uğur isə baxımdan desək, yəni talant çox böyük rol oynayır. Amma talant olsa belə, yəni əzmkarlıq olmasa, talant orada heç nədir mənim fikrimcə. Aydındır. Belə bir sualım olacaq. Bir gəncin həyat fəlsəfəsində ailənin təsiri. Bayaq əslində qeyd etdin və bunu biraz daha açmış olsaq, nə qədər önəmlidir? Onu izah edərsən öz yaşıtlarına. Ailə çox böyük rol oynayır mənim həyatımda. Mənə hər yerdə dəstək olublar. Yəni elə zamanlar olur ki, mən dost, tanış, heç bir yanımda olmasa belə mənim ailəm həmişə yanımdadır. Onlara həmişə fəxr eləmişəm ki, mənim elə bir ailəm var. Mən əslində çox çətin periodlar keçmişəm ki, bəs məqsəd elədir ki, yəni həmin o məqsədlər nə qədər yüksək olsa, o qədər də çətindir. Biz də ona görə də daha çox əziyyət çəkməliyik onun üçün. Və məndə də ailə elə olub ki, ata həm psixoloji, həm maddiyyat, həm hər tərəfli mənə kömək olub o insan və ona doğrudan da yəni bütün həyatımı ona yəni bağışlaya bilərəm. Mən onun protejesiyəm belə deyək. Və o çox doğrudan da çox ümidlə mənə baxır və anam da hər tərəfli mənə dəstək olub. Atamın mənə olan bütün əziyyətlərini başa düşüb və o da çalışdığı qədər mənə dəstək olub. Və ikisine də yəni çox fəxr edirəm və çox xoşuma gəlir ki, yəni belə yəni ailələr daha da çoxalmasını istəyirəm. Mən belə başa düşdüm ki, ailənin sənin belə deyim gələcək addımlarında əlaqəli olması, onunla siz birbaşa iştirak etməsi sənin üçün bir növ yol xəritənin cızılmasını daha asanlaşdırır. Və bu kimi məktəb, valideyn və şagirdlə kontrast sonda qəşəng bir rənglər çıxardır ortalığa. Bəli. Bunu belə başa düşürəm. Bir də hər zaman insana bir motivasiya verəcək bir cümlə olur. Yəni bu kiçik yaşdan valideynin tərəfindənmi, ətrafdanmı o səni ifadə edir o cümlə. Belə bir cümlə olubmu həyatında və o nə olub ki, sən onun əsasında daha çox uğurlar qazanmağa, öz üzərində işləməyə motivə olub və heç vaxt da yaddan çıxmır? Mənim adıma bir dənə fraza var. Mənim
doğma nənəm bu sözü deyib, bu frazanı. Fraza odur ki, İbrahim həmişə 5-dir. Bunu uşaqlıqdan yəni həmişə deyiblər mənə. 5 onun bildirir ki, yəni hər şeyin maksimalisti, hər şeyin 100%-ni çıxarda bilən, 5 şkaladan 5-ini də qazana bilən insan və o söz də mənə nə motivasiya gətirir ki, yəni bu insanlar doğrudan da mənə güvənirlər. Bunlar həmişə mənə İbrahim 5-dir olmağını bildirir ki, yəni mən həmişə yanımdalar və güc qatır o söz mənə. Ki mən daha da çox əziyyət çəkim və daha da çox öz məqsədimə çatım. Bəs bu hansı anlarda daha çox sənə güc qazandırır, amma hansı anlarda biraz da sənə məsuliyyəti artıraraq sənə yük vermiş olur? Belə bir faktlar olubmu həyatında? Məndə o söz həmişə güc qatmağı olub. Düzdür, nə qədər də güc qatsa, o qədər də məsuliyyətim də çoxalır ki, mən universitetə daxil olmağım, international nailiyyətlərim olması da həmişə o söz mənə həmişə deyilir. Bütün uğurlarımda, hər qazandığım uğurlarda o söz deyilir mənə. Mən daha da həvəslənirəm ki, mən daha da çox onlara sübut edim ki, mən həmin o sözə layiq bir insanam. O zaman səni ancaq gücləndirir. Düz başa düşdüm. Ümumiyyətlə hansı Avropa ölkələrində olmusan və bu hansı nailiyyətlərlə əlaqəli olub? Çünki gəzinti dedin ki, olmayıb. Belə başa düşdüm ki, sırf təhsil nailiyyətlərin və idman nailiyyətlərindən olub. Qısa onlardan danışsaq, bir ikisini qeyd etdin, digərlərinə haqqında eşitmək istəyirəm. Cambridge-i bildirdim. Mən ondan əlavə Pensilvaniya Universitetindən 100% təqaüd almışdım keçən ilin yayında. Pensilvaniya Universitetindən təqaüd almışdım. O çox böyük bir yol idi mənim üçün də. Çox çətin idi. Çünki orada 7000 nəfərdən çox şagird var idi ki, onlar da yəni mənim kimi həvəsli və onlar da istərdilər ki, o nəticəni qazansınlar. Mən əlimdən gələni elədim. 7000 şagird arasından qatıldın. 7000 üstü idi. Hətta. Yəni 7000 nə qədərsə şagird var idi. Bəs qatılımcı sayı nə qədər olmalı idi? 7000 şagird qatılırdı və onun üçün 150 nəfərlik yer var idi ki, 150 nəfər seçildi. Bu international, yəni təkcə Azərbaycan deyil idi. Bu ümumi bütün ölkələrdən yığılmış uşaqlar idi və bizdə də elə oldu ki, Azərbaycandan tək-tük uşaqlar seçilmişdi. Uşaqların özləri də çox ağıllı, savadlı, hamısı mədəniyyətli uşaqlar seçilmişdilər və mən də çalışdığım qədər, yəni həmin o punktlara gəldim və mənim düşüncəmə görə də mən həmin o punktlarda daha da çoxsunu da yəni nail olmuşdum. Biz həmin o Pensilvaniya Universitetində enroll eləyəndə mənə Kəmalə müəllimə, bizim ingilis departamentinin rəhbəri kömək olmuşdu. O və onun qızı mənə kömək oldular bu yolda və mən həmin o nəticəni alanda onlara böyük bir təşəkkürümü bildirdim. Bəs sənə nə qatdı? Bu mənə həm international uşaqlarla yəni bir yerə gəlməyim, dostluq və əməkdaşlıq. Bəli, dostluq və əməkdaşlıq. Bundan əlavə mən Hindistana yönləndim. Hindistana 1 aylıq Asiyanın ən böyük məktəbində təhsil aldım. Biz orada həm yaşam tərzi idi ki, hansında mən 1 aylıq, yəni ailəmin uzaq olduğu bir yerdə qalırdım. Özüm tək qalmağı öyrənmişdim və bu mənə həm mədəniyyət fərqləri var, qida fərqləri var. Bəli, mən də adaptasiya çox böyük rol oynayır orada. Yəni ölkələr nə qədər çox gəzsək, bizim o qədər də adaptasiya olmağımız daha da rahat olur. Bəli. Çünki bildiyim qədərlə ingilis bölməsində təhsil aldığın üçün hədəfin xaricdə təhsildir. Yanlış anlamıramsa, o hissəyə də gələcəyik. Bəs belə deyim, uğur qazandığın sahələr çoxdur. Bəs uğurun sənə daha çox, daha özün olmaqda kömək etdiyi bir sahə varmı? Məni ən çox düşünürəm ki, futbol, yəni idman baxımından futbol və təhsil məni çox yaxşı formalaşdırıb. Yəni futbol bizə disiplini, əzmkarlığı öyrədib və mən futbolda həm sosial olmağımı da bildirməli idim, həm də lider xüsusiyyətlərim üzə çıxdı. Mən həm komanda ilə bir yerdə işləməyi bilməli idim. Mən komanda üzvünü necə psixoloji onlarla yanaşmalı idim ki, biz daha da yaxşı uğur qazana bilək. Mən də düşünürəm ki, yəni ən böyük uğurum və mənə ən böyük formalaşdıran bir şey futbol olub ki, hansıdan ki, mən 11 il peşəkar məşğul olmuşam və milli komandada oynamışam. İndi isə Sabah futbol klubunda oynayıram. Həmçinin də mənim qardaşım. Bəli.
Çətin Özünü çətin harda olsa da. daha çox tapırsan? Mən özümü indiki zamanda elədi ki, o qədər yəni çətin yollar keçmişəm ki, yəni bütün günü imtahanlar, dərslər, idman, yəni mənim boş vaxtım olmayıb deyə mən yəni düşünməyə belə yəni vaxtım olmayıb da. Mənim Hələ ki axtarışdasan. ancaq yəni məqsədlərə çatmaq idi. Həmin o məqsədlər də bizi yönəldir bir yola. İndiki zamanda elədir ki, mən tibb sahəsindən gedirəm və mən düşünürəm ki, mən çox əla bir həkim də ola bilərəm. Çünki mən hər bir şeyə yəni çox dəqiq, məsuliyyətli yanaşıram və bu bir xarakterə uyğundur həkimə. Mən də istəyərəm ki, yəni çox əla bir həkim olum gələcəkdə. Yəni buna mən heç bir şübhə etmirəm. Bu qədər uğurun ardından. Bəs yaxşı İbrahim, mən ən çox bu danışdıqlarından bir şey məni maraqlandırır. Bütün bu nailiyyətləri əldə edərkən kənardan göründüyündən daha çətin başa gələn nailiyyətin hansı olmuşdu? Mənim düşüncəmə görə çox nailiyyətlərim hamı üçün yəni asan görsənir. Çünki mən onu elə yəni göstəriş edirəm ki, bu asan bir yoldur. Amma elədir ki, yəni mənim talantım, mənim əzmkarlığımı çox adam görmür. Və bu yol doğrudan da çox çətin olduğuna görə bütün uşaqlar və digərləri bilməlidirlər ki, yəni bu çox çətin yoldur və onlar ancaq disiplinli olaraq və özlərinə bir motivasiya tapmalıdırlar. Özləri öz içində motivasiya tapıb bununla eləməlidirlər. Heç kəsin motivasiyası olmasa belə özlərinə bir self-talk eləməlidirlər. Özləri düşünməlidirlər ki, başa düşməlidirlər ki, biz bu doğrudan da çox çətin və anlayışlı olaraq biz məqsədə çatmaq lazımdır. Məndə isə uğurlardan ən böyüsünü deyərdim ki, mənim futbol uğurum, hansını ki, mən qıraqda çox məşq eləmişəm, individual özüm yəni çox məşğul olmuşam. Səhərlər çıxırdım qaçmağa, yürüyüşlərə, dostlarım olmasa belə, yəni çıxan olmasa belə mən tək çıxırdım qaçmağa. Yəni tək elə bir zaman olur ki, yəni ancaq özün tək olursan. Tək olan yerdə, yəni inkişafda özünlə ancaq mübarizə aparmaq olur. Bəs bu əziyyətin bəhrəsini gördünmü? Yəni söhbət futboldan 100%, yəni əziyyət hansı nailiyyətin oldu futbolda? Futbolda milli komandada oynamışdım. Mən onun üçün yəni çox əziyyət çəkmişdim. Mən uşaqlıqda yəni hamı talantlı böyümür. Hamı doğulandan Cristiano Ronaldo olmurlar. Mənim idolum Ronaldodur və mənim fikrimə görə yəni Ronaldonun da uğuru odur ki, yəni o ancaq yəni işləyir. Bu insan ancaq öz bədəninə məşğul olur, öz qidasına baxır. Mən də onun yəni fanatı olaraq mən yəni ondan bir idolum olduğuna görə mən də ondan çalışıram ki, bir şeylər özümə götürə bilim. Bəs Evrikanın futbol komandası varmı? Orada bir uğur əldə etmisənmi? Evrika komandası bizim üçün çox yəni ailə kimi bir şeydir. Biz hamımız çox bağlıyıq bir-birimizə. Orxan müəllimi, Rafa müəllimi, Fərzad müəllim, bütün məşqçilər korpusumuz, bütün və şagirdlər hamısı çox doğmadırlar bizə. Biz 2 dalbadal Superliqa çempionu olduq. Bu özəl liseylər arasında keçirilən Superliqadan gedir, Bəli, düzdür? Superliqa çempionatı 16 məktəb arası oldu və biz orada 2 dəfə çempion olmuşuq. 2 dəfə Superliqa oldu və ikisinin də qalibi Evrika liseyi olmuşdu. Çox gözəl. Bəs orada qol sayın nə qədər idi, şəxsi götürsək? Mən bombardir seçilmişdim 2-ci Superliqada. 1-ci Superliqanı mənim qardaşım kapitan kimi çıxış eləmişdi, o bombardir seçilmişdi. Bu dəfə isə mən seçildim 2-cidə. 7 oyuna 35 qol vurmuşdum və final mərhələsində isə 5 qolla biz qalib gəldik. 7-2 Azərbaycan British College qalib elədik və onunla da mən bombardir seçilmişdim. Nə gözəl. O zaman məncə yorulmağa dəyər. Baxmayaraq ki, futbol daha çox əziyyət və zəhmət istəyib səndən. Bəs belə deyim, bütün hər şeyi geridə qoyub bir gün istirahət imkanın olsa, nə edərsən? Düşünməyə vaxt olmayıb, bilirəm. Məncə biz bugün bunu düşünə bilərik.
İstirahətə gələndə mənim istirahət etməyim ancaq o yaxşı olar ki, bir təbiətə çıxsaq, sakitçilik bir yerdə, dostlarımla, yaxınlarımla, ailəmlə birlikdə bir stolda oturaq, rahat biz bir nature-la, bir təbiətlə bir yerdə olub, bəli, danışıqlar, ümumi danışıq eləyək. Yəni yenə biz akademik, fiziki, futbol bunları qoyuruq qırağa, ancaq öz həyatımızdan danışırıq. Gələcəkdə nə planlaşdırırıq? Yəni bu barədə danışsaq məncə daha da yəni adam istirahət eləyər. Bəziləri istirahəti yəni diskoda və bəzi yerə dostlarla bir yerdə hansısa bir əyləncə ilə gedə bilər. Məndə o yoxdur. Mən düzü yəni idolum Ronaldo kimi yəni istəyirəm ki, həmişə əzmkar olum və elə də olmağa çalışıram. Məndə ancaq istirahət, yəni sakitçilik və rahat olub, həm bədənim, həm də beynim yəni rahatçılıq görəndə o zaman özüm də rahat olacağam. İbrahimin nailiyyətlər əldə etməsində zəhmətin önəmi çoxdur, yoxsa şansın yeri çoxdur? Əzmkarlıq çox böyük rol oynayır mənim həyatımda və mənim bütün nailiyyətlərim hamısı ancaq yəni zəhmətlə keçib. Şans rol oynaya bilər, amma əziyyət olmasa şansın heç bir yəni rol oynamır orada. Şansının gətirdiyi yer olubmu? Məsələn, əziyyətin az olub, amma şansın gətirib demisən. Məndə elə bir şey olmayıb düzü. Amma olsaydı da oradan da yaxşı olar ki, yəni daha da az əziyyət çəkərdim. Mənim hər bir nailiyyətim, hər bir addımım belə hər şey əziyyətlə keçir deyə. Mən əziyyətsiz yəni şans da yaranmır, o da var. Yəni əziyyət olmasa şans yaranmayacaq. İbrahim düşüncəsidir, maraqlıdır. Bəs belə deyim, fikirlərimizi toplamış olsaq, sənə bu istiqamətdə bilirəm ilham verən bir söz olub, amma ilham verən şəxs kimdir? Hal-hazırda. Məndə bəlkə də bir sirdir. Yox, tibbə hazırlaşanda, tibbi elə seçməkdə mənim böyük dəstək olan bir nənəm və babam olub. Minay nənə, bir də İbrahim baba. İbrahim babanın adını daşıyırsan. Bəli. Biz onlara görə, yəni mən doğrudan da həvəsləndim. İstədim ki, onlara həmişə yardım olum. Çox belə deyək, yaşlarda çox yaşı olan insanlar daha çox problemlərlə rastlaşırlar. Və mən həkim olaraq istəmişəm ki, yəni elə bir insanlara kömək olum. Bəs də görüm həkim ola bildinmi, yoxsa yəni universitetdən bir cavab aldıqmı? Məndə universitetdən cavablar çoxdur düzü. Bir loğlanamaq kimi olmasın. Məndə olsun məncə. Bu nailiyyətlərin yanında olsun. Məncə çox yaxşı olar. Məndə 11-13 arası dəqiq bilmirəm, yəni universitetdən cavab almısan. Amerikadan ancaq cavablarım bəli, Amerikadan gəlib və onlar hamısı QS reytinqində toplarda olanlardır. Reytinqli olanlar, yəni universitetlər var ki, hansı top 300-dədir, top 400-də olanlar var həmin o siyahıda. Mən isə bu yaxınlarda Dubaya getmişdim. Atamla birlikdə mənə bir ən böyük dəstək verən insanlardan biri. Mənlə birlikdə getdik Dubaya. Mən orada imtahan verməyə getmişdim. Çexiyanın daxili imtahanı Dubayda keçirilmişdi və biz ora getmişdik ki, Faculty 1 və Faculty 2 Charles Universitetinin imtahanı verim, daxili imtahanı. Çox insan deyər ki, bəs niyə daxili imtahanı gəlib Dubayda vermişəm, niyə onlayn verməmişəm? Onlarda elədir ki, bu universitet rankinqə görə top 200 olduğuna görə, həm də özləri də Faculty 1 və Faculty 2 çox prestijli sayılırlar və bunlar ancaq daxili imtahanla götürürlər. Onların 3-cü, 4-cü və 5-ci fakültələri var ki, hansısa ki, onlayn keçə bilmək olar. Amma spesifik olaraq 1 və 2 bunlar daha çox daha güclü sahələr olduğuna görə onlarda bəli, onlar ancaq daxili imtahanla keçmək olurdu. Və mən uğurlu keçmişdim. Bizim 2 günlük imtahanımız var idi və hər ikisində uğurla keçmişəm.
Mən Charles Universitetinə qəbul təbrik edə oldum. bilərik. Çox sağ olun. Bəli. Çox gözəl, davamlı olsun. Həqiqətən bir həkim kimi qarşımızda görmək istəyərək, yəni savadlı, işini sevən, zəhmətkeş belə bir şagirdlərin gələcəkdə o cürdə davam edən bir həkimlik peşəsi olması bizi ancaq və ancaq sevindirə bilər. Bu da sağlam gələcəyin xəbərçisi ola bilər. Və son olaraq qərarını harda verdin? Bilirəm, bir neçə universitetlərdən dəvət almısan, amma bildiyim qədərindən biraz düşünmək üçün zamanın var. Bəli, Sənin düşüncənə görə hansı daha sənin üçün alternativ və daha uğur üçün nailiyyət əldə edə biləcəyin universitet ola bilər? Mən düşünürəm ki, Charles Universiteti çox güclü universitetdir və mən orada təhsil alsam çox əla olar. Bundan əlavə mənim qardaşım bildirimə görə o da universitetə girib bu il, o da Charles Universitetinə daxil olub. Bəli, biz onunla birlikdə oxuyuruq. O da IT sayəsindən getdi. Computer Science İkisi də Çexiyadadır. Bəli, eyni universitetə daxil olmuşuq. Hətta. Bəli, biz ona görə də düşünürük ki, yəqin ki, çox güman ki, ora gedəcəyik, amma yenə də daxil olduğuma baxmayaraq mənim hələ 10 dənə imtahanım qalıb. Hələ də bitməyib, hələ də davam edir. Bəli, hələ də bitməyib. Yaxşı ki, biz istirahəti ən azından bir düşündük, düşüncəmizdə formalaşdırdıq. Amma bunun həqiqətən böyük bəhrəsi olacaq. Yəni az qalıb artıq. Təbii ki, oxumaq, təhsil, bu da çox önəmli olacaq, amma artıq hədəfə çatıb irəliləmək düşünürəm ki, bir yerdə daha çox sənə güc qatacaq. Mənim ən vacib son belə deyim, sualım olacaq. Çünki bayaqdan danışırsan, qeyd etsən, mən bildiyim qədər sənin şahmat uğurlarında olub, vaxtımız az olduğu üçün tam detallı danışa bilmədik. Ümumilikdə bu uğurlar kiçik yaşdan başlayıb, yanılmıramsa. Çünki hətta İbrahim 5-dir cümləsinin əsas səbəbkarı olan Mina nənəmiz oradan qaynaqlanıb bunu ifadə edibdir. Sən 7 yaşlı İbrahimə baxdıqda, onunla üz-üzə dursan, ona nəyi ifadə etmək istərdin hal-hazırda? Hal-hazırda 7 yaşlı İbrahimi görsəydim, çünki mən özüm idmanı və bütün əziyyətləri 8-dən başlamışdım. 7 yaşlı isə olsaydım, mən ona bildirərdim ki, bəs uğur qazanmaq doğrudan da çətin ola bilər. Amma disiplinli şəkildə olsa, biz uğuru qazana biləcəyik. Və mən indiki zamanında düşünürəm ki, mən pis uğur qazanmamışam və həmişə həm uşaqlara indi də yönələ bilərəm ki, həmişə öz ailələrinizi, öz valideynlərinizi dinləyin, həmişə onların sözlərinə inanın və güvənin. Yəni biz həyata gəlmişik ki, mənim özüm məqsədim olmur ki, həmişə valideynlərimi həp eləyim. Yəni həmişə onları istəmişəm ki, onlar həmişə üzləri gülsün. Onlar həp olanda sən də həp olursan. Düz başa düşdüm. Onlar həp olsalar mən hamısına həp olacağam. Yəni ona görə də məqsədimə çatmaq üçün yəni hər şey eləmək lazımdır və həmin o balaca İbrahimə də bildirmək istəyirəm ki, bütün çətinlikləri keçirmək olur və keçə də bilər. Aha. Və həqiqətən də bugün biz İbrahim Məmmədovun timsalında mən bu ad soyadı xüsusilə vurğulayıram. Ona görə ki, az zamanda böyük uğurlara imza atıb və düşünürəm ki, bunun sonrakı gələcək həyatında da həqiqətən də İbrahim Məmmədov kimi adın hər kəs tərəfindən tanınması və insanlar arasında nümunə olacaq bir insana çevriləcəyinə heç bir şübhəm yoxdur. Ona görə dəfələrlə o adı vurğulayıram və bugün 7 yaşlı İbrahimlə qarşı-qarşıya durduğu fikirləri səsləndirirsə, məncə elə 7 yaşdan heç gecikməyərək, 7 yaşdan başlayan şagirdlərimizə çox gözəl motivasiya və dəstək oldu fikirləri. Bizim məncə təkcə böyüklər deyil, elə az yaşlılar izləməlidir və səni həqiqətən təbrik eləyirəm. Məncə çox böyük uğurlardır bunlar. Elə valideynlərin də, Mina nənən də, İbrahim baban da səninlə xüsusi qürur duya bilər və biz inşallah ki, həkim olduqdan sonra da bir görüşümüz həyata keçəcək. Buna çox-çox inanıram və bu uğurların da davamını diləyirəm.